Okey. Deməli, başlaya bilərik buradan deyə düşünürəm. Deməli, dediyim kimi biz bundan əvvəlki həftələrdə agentik sistemlərlə tanış olmuşduq. Doğrudur. Orada misal üçün reflection dizaynla tanış olduq, biraz toollarla tanış olduq və s. deyə. Hətta gəlin azca sual cavab edim. Yəni başlamaz nəvələrdən yaxşı fikirdir. Kim cavab istənilən birisinin cavab verə bilər, fərqi yoxdur. Biz dedik ki, misal üçün agentik sistemlər quranda adətən reflectiondan istifadə edəndə bu düzəltdiyimiz sistemin performansını müəyyən qədər qaldıra bilirik. Doğrudur. Bu şey nədir? Bu bəhs etdiyimiz reflection dizayn nədir? Necə işləyir? Hansı halda da yaxşı nəticə qaytarır? Kim deyə bilər? 2 həftə əvvəl danışmışdıq. Kimsə desin zəhmət olmasa. Heç biriniz? Okey. Sualınız necə? Necə? Sualınız necə? Agentik sistemlərdə qurulan reflection dizaynın nə olması barədə danışırdım. Sual verirdim. Yəni, məsələn, biz nəsə mail yazdırırıqsa, agent'a, məsələn, mail yazmaq üzrədirsə, biz təzədən deyirik, səhvləri falan düzəldir, yenidən belə deyə yazır. Yəni, məqsəd belə bir şeydir də, deyəsən. Doğrudur. Yəni, qısaca çıxan cavabı yenidən modelə göndəririk ki, bu çıxan cavabı yoxla, gör məntiqlidirmi, məntiqli deyilmi və s. deyə. Ümumiyyətlə reflection dizayn ayətən hansı hallarda daha yaxşı nəticə qaytarır? External output olanda, doğrudur. Misal üçün kod yazdırırıq və hansı bir error mesajı qayıdıb misal üçün. O error mesajını təzədən edəmə qaytardıqda ümumiyyətlə yazılı kodu inkişaf etdirə bilər. Ya da ki, hansı bir insan feedback bildirə bilər ki, okey, belə bir şey yazmısan, bu nöqtələri qaçırmısan, təzədən yaz və bu external output olduğuna görə model performansına kömək edir. Əgər belə davam eləsə, sizlərin baza göndərsiniz olmayacaq belə. Bərbad cavablar idi. Ya da ki, heç cavab yox idi. İndi bugün davam edəcəyimiz ssenaridə agentik toollar barədə danışacağıq. Hansı ki, bu haqda biraz danışmışdım. Nə demişdik? Demişdik ki, ümumiyyətlə, yəni bu insanlarda olduğu kimidir. Əgər modelin performansını qaldırmaq istəyirsiniz, biz necə toollarla daha çox görə biliriksə, əlimizin müxtəlif alətlərlə, eyni ilə elləmlər də əllərində müxtəlif alətlərlə daha yaxşı işlər görə bilirlər. Yaxşı. Ən sadə versiyada hansı ki, bu haqda danışmışdım və bu gəlin üzdən keçid, çünki görürəm ki, ehtiyacınız var hər birinizin. Təəssüf ki. Deməli, misal üçün saatı soruşursunuz, doğrudur. O əgər onun hansı bir əlində nəsə varsa, tool varsa, hansı bir funksiya varsa və ya nəsə varsa, ora akses edib saata birbaşa baxa bilər. Aydın. Ya da ki, hansı bir sual verirsiniz, doğrudur. İnternetdən araşdırma edə bilər. Search etmək üçün tool verə bilərsiniz. Riyazi hesabat aparmalıdır. Eldemin öz riyazi hesabat apara bilər. Amma bətmə o tool versiniz daha yaxşı edər. Doğrudur. Kompleks işlər üçün ya da uzun rəqəmləri bir-birinə vurmaqda eldəm çox da yaxşı deyil. Səhv etmirəmsə, bu çinlilərin çıxartdığı pis deyildi, amma yenə də belə overall çox da yaxşı deyil bu böyük və kompleks rəqəmlər bir-birinə vurmaq. Toollar verirsiniz. İnsanlarda olduğu kimi. Biz də bu barədə danışırıq keçən həftəki. Okay, bu toollar nədir, necə işləyir və s. deyə. Məsəl üçün nə demişdik? Və təkcə bir işi daha yaxşı görməkdən əlavə bunun əvvəl bacarmadığı işləri də görə bilər. Bu agentik sistemlərin bu qədər populyar olması səbəbi də burdadır. Məsəl üçün deyə bilərsiniz ki, həmin o agentik sistemi ki, nə bilim, get kalendarımı çek elə, əgər bu vaxt bekardırsa əlavə bir mitinq sal, ya da ki, bu mitinqimi ləğv elə, ya da başqa bir şeylər və s. deyə. Bunların hamısını edə bilir. Aydındır. İndi, ümumiyyətlə bu toollar necə istifadə olunur və necə yaranır? Əslində, birinci, bundan əvvəl necə idi? Daha, ümumiyyətlə belə, indi də elədir əslində, bilmirəm. Bundan əvvəl sadəcə funksiyanı yazırdınız, doğrudur. Və funksiyanı sadəcə, məsələn, bu halda funksiyanı yazırsınız ki, get current time, returns the current time as a string hissəsini, bu docstring hissəsini verirsiniz. Yaxşı, buna aidən yazırsınız işte. Həm documentation kimidir. Baxın insanlar başa ki, nədir? Overall adi funksiya yazında belə. Yəni, ekran paylaşmışsınız, ekran görün. Paylaşmamışım. Okey, deməli,
Burada sadəcə qeyd edirik ki, bu bir dediyim kimi adi agentik AI-nin işləməyəndə belə onu belə şeylər yazırsam yenə də bu docstring-ə qeyd edirsiniz və beləcə həmin bu funksiyanı həmin eldəmə göndərəndə okey başa düşür bu funksiya nə ilə əlaqəlidir və lazım olanda çağıra bilir. Aydındır? Bundan əvvəl daha çox necə idi? Sadəcə deyirdiniz ki, okey, sadəcə prompt yazırdınız ki, okey, sənin belə bir funksiyan var. Əgər ehtiyacın olsa bunu çağır. Yaxşı və what time is it yazdınız. Eldəm gəlir, deyir ki, okey, mənim bu funksiyamı çağıra bilərəm. Promptunda var, beləcə çağırır. Yaxşı, belə idi. İndi isə daha çox bunlar həmin eldəmlər train olub funksiyaları çağırmaq üzrə və aydın daha yaxşı nəsə, yəni belə daha asan üsulla işlətmək olur. Yaxşı, amma belə bu formatda da yaza bilərsiniz. Bir sonra şey yazarsınız. Necə olur? Model deyirsiniz ki, okey, belə bir şey çap elə. Sonra stringdə də parse edirsiniz. O lazım bu get current time əgər yazılıbsa, əgər eldən belə bir şey yazıbsa outputda bu funksiyanı çağırırsınız və belə yenə də oradan vaxt qayıdır. Qayıdan vaxtı əlavə edirsiniz o context window-a, yəni ki, o eldemin prompt hissəsinə belə deyək. Eldəm onu təzə input kimi qəbul edir, təmizləyir və sizə təzə mesaj verir ki, okey, saat bu dəqiqə budur kimi. Aydın, bu yer sayda bu formatda işləyir. Çox da kompleks olduğunu düşünmürəm şəxsən. İndi isə biz daha fərqlidir. Ümumiyyətlə misal üçün deyək ki, burada AI suite var, çox istifadə etməmişəm. Bu AI toolları istifadə etmək üçün bir xeylisi var. Ən məşhuru neydi? LangGraph-dir. Small Agents da var, AI suite də var və müxtəlifləri var. Açıq çox ilə tanış deyiləm. Hələ ki AI agentik sistemlər üzərində çox işləməmişəm. Amma ki bir xeyli tool var, götürüb istifadə edə bilərsiniz. Və açıq bu toolları istifadə etməyi tövsiyə edirəm. Deyim ki, mən adətən belə dəhşət çox kitabxana falan istifadə etməyi bəyənmirəm. Kodlar yazanda özüm yazmağı bəyənirəm adətən. Amma açıq bu şeylər biraz kompleksdir, bu sistemlər, agentik sistemlər və sıfırdan yazmaq çox vaxtınızı alacaq. Onun üçün belə hazır kitabxanalardan geniş şəkildə istifadə olunur. Hatırlamıram tam olaraq. Gördüyümü hatırlamıram. Belə kimsə götürüb sıfırdan yazsın. Belə sıfırdan yazarsa məntiqini başa düşmək üçün. Amma belə adətən hansısa bir bu tipdə şeylərdən istifadə olunur. Və etmə variantası necə olur? Sadəcə gəlirsiniz. Aslında çoxunuz, belə baxıram, çoxunuz onsuz işləmisiniz. Doğrudur. Belə baxanda demə, Aysən xanım, yəni ki, siz də görmüsünüz, Dəmə xanım, siz də, Viyə xanım, siz də, bilmirəm, Dəli xanımla Aydən xanım bəlkə görməmiş ola bilər. Ümumiyyətlə belə LLM-lərlə işləyəndə və s. bu tipdə şeylər yazırsınız. Doğrudur. Client set completions create. Çoxunun sintaksi də çox bənzərdir bu arada. Hansı modeldən istifadə etmək istədiyinizi qeyd edirsiniz. Mesajı göndərirsiniz ki, okey, nə etsin. İstifadə edəcəyiniz toolları göndərirsiniz ki, bu toollardan istifadə elə kimi. Et deyəndə özü qərar verir ki, istifadə etsən yoxsa yoxmu deyə. Max Turns odur ki, bəzən şey baqa düşə bilir. Bir tool o birisini çağırır, sonra geri qayıdır özünü, çağırır, sonra o birisi bayaqçını çağırır və s. Sadəcə adətən olmur. Çox kompleks deyilsə, amma ola bilər. Limit qoyursunuz ki, 5 dəfədən çox belə arada çağırmasın. Всё. Burada birinci funksiyanı düzəldirsiniz, bura göndərirsiniz və bu formatda götürüb istifadə edə bilirsiniz. Yaxşı, qısaca məntiqi belədir. İndi tam olaraq baş verən hissə nədir? Ümumiyyətlə funksiyanı düzəldirsiniz. Yaxşı. Deməli, get current time. Ondan sonra şey yazırsınız, docstring olaraq qeyd edirsiniz. Bunun içərisində funksiyanı düzəldirsiniz. JSON skema hazırlayırsınız ki, okey, ümumiyyətlə bu belə bir şey hazırlamalı olursunuz adətən. Və burada baş verən nədir? Okey, nə olduğunu qeyd edirsiniz. Bu funksiyanın adını qeyd edirsiniz, description-ını qeyd edirsiniz, parametrləriniz varsa bu parametrləri verirsiniz. Və aydın MCP serverlərdən istifadə edirsiniz ki, bu ikisini göndərirsiniz həmin MCP serverdən. Deyəcəm nədir MCP serverləri bilmirsinizsə. Və həmin model artıq lazım olanda, yəni LLM bu halda client tərəfi götürür həmin şeydə request göndərir, funksiyanın nə olduğuna baxır, necə etmək lazımdır başa düşür. Yəni LLM-dən çıxan nəticəni normallaşdırır, təmizləyir, skemanı yoxlayır və s. Ondan sonra da həmin funksiyanı çağırır. Yəni qısaca məntiqi bu formatdadır. Deyək ki, burada description-dır, ondan sonra başqa parametrlərdir və bu formatda hər biri qeyd olunur. İndi bu haqqda biraz daha ətraflı danışacağam. İndi MCP-lər və s. bilmirsinizsə nədir? Açıq olduqca populyardır və geniş şəkildə istifadə edəcəyinizi düşünürəm bir müddətdən sonra. Deməli, burada okey, burada çox təzə bir şey yoxdur. İndi kod, bir də MCP-lər burada yoxdur. Okey, var. İndi orada qayıdıb danışıram təzən haqda. Bir də ki, bu tool olaraq çox maraqlı olanlardan biri də modelə verə bilərsiniz şeyləsin. Deməli, sorry, bir saniyə.
Kod əlləmə verə bilərsiniz ki, kod yazsın və execute yazsın. Bu da əldə ola biləcək toollardan biridir. Hansı ki, oldusa maraqlı biridir. Yəni əlləmə nəsə deyirsiniz eləsin, görür ki, elə bilmir. Bunun üçün xüsusi bir dənə şey kod yazır və eləcə həll edir. Ola bilər. Onsuz məsəl üçün GPT-də və sair görmüş ola bilərsiniz. Bəzən nəsə deyirsiniz, hansı ki, kod yazmağını belə istəmirsiniz. Nəsə istəyirsiniz, kod yazır. Həmin koddan çıxan nəticəyə əsasən nəsə edir. Həmin kod execute edir və ona görə nəsə edir. Axır vaxtlar tez-tez görmürəm, amma bundan əvvəl bir ara tez-tez edirdi. İndi bilmirəm, bəlkə axır vaxtlar verdiyim sualların çoxu codinqlə bağlı ola bilər. Ona görə görmürəm, amma yenə də. İndi necə olur? Məsəl üçün deyək ki, siz bir dənə LLM vasitəsilə sadə istəyirsiniz ki, riyazi işlər görəsiniz. Doğrudur. Və yenə toollarınızı verə bilərsiniz, burada funksiyalarınızı. Gəlirsiniz bura, bu ikisini topla, LLM gəlir. Deyir ki, okey, məndə belə bir tool var. Gəlin bundan istifadə edərək nə edəcək? Gəlməlidir, buradakı parametrləri tapmalıdır. Həmin funksiyaya göndərməlidir. Həmin funksiyanı götürür. Okey. Funksiyaya göndərir, cavabı hesablayır, result əldə edirsiniz. Result təzən qayıdır LLM-ə, yaxşı. Və əlavə olunur o context window-a və deyir ki, okey, 32.1 gəldi. İndi sonda da sizə final output-u verir. Yaxşı, 32.1 cavabını qaytardı. Aydındır? Sadəcə bu kifayət etməyə bilər. Çünki misal üçün desəz ki, okey, mənə lazımdır square root of 2. Kökü lazımdır. Doğrudur. Bu halda əlavə bir funksiya yazmalısınız, faizi tapmaq lazımdır, əlavə bir şey yazmalısınız və s. Hansı ki, çox daha kompleksdir. Ona əvəzən edə bilərsiniz. Model deyirsiniz ki, write code to solve the user's query və ondan sonra da deyirsiniz ki, return answer as Python. Deyirsiniz ki, cavabı bu formatda qaytar. Buna aidən yazırsınız ki, execute Python. Bu sonra parse edib çıxarda bilərsiniz lazımlı hissəni. Məsələn, belə bir kod yazır. Sonra da ki, sən çıxardırsınız. Həmin kodu götürüb run edirsiniz exec output vasitəsilə. Cavabı sizə qaytarır və beləcə də nəticəni əldə etmiş olursunuz. Yaxşı, yəni eyni şeydir. Qısaca bu bayaqki riyazi işləmi görürsünüz, amma ki, artıq hər şey üçün tool yazmalı deyilsiniz. Yəni koddan istifadə edirsiniz. Hansı ki, olursa da kimi maraqlı hissələrdən biridir. Və burada reflection with external feedback. Burada nə qeyd olunub? Write code for task X, LM. Misal üçün yenə output-u biraz daha yaxşılaşdırmaq üçün reflection-la istifadə edə bilərsiniz. Hansı bir task vermişsiniz, kod yazır, LLM. Bu birini qaytarır, kodu run edirsiniz. Kod output qaytarır, errors qaytarır. LLM-ə təzədən göndərirsiniz. LLM execute kod edir təzədən. Yəni təzədən kodu dəyişdirir və sonra təzədən özü run edir. Yəni siz run etmirsiniz, özü avtomatik run edir. Yoxlayır misal üçün. Ondan sonra təzədən LLM, çünki tool kimi vermişsiniz bu səfər. LLM gəlir burada təzədən baxır. Pislisiniz, problem varsa qaytarır geri, təkrarlanır nə qədər lazımdırsa. Ondan sonra da ən axırda output-u sizə qaytarır. Yəni bu tipdə kompleks sistemlər düzəldə bilərsiniz. Məsəl üçün onun üçün əslində bu dəqiqə bu coding agentları olduqca populyar. Çünki çox yaxşı nəticələr əldə edə bilirsiniz. Hansı ki, aralarında ən populyarı şeydir, cloud-dur. Yəqin ki, işləyənləriniz düşünürəm ki, çox geniş şəkildə istifadə edir. Mən hələ ki, qəribə şəkildə istifadə etməmişəm, amma ki, çox populyardır. Və keçən məsəl üçün bir də məqalə gördüm. Bu cloud sisteminin sadəcə 1% LLM təşkil edir. Yəni ki, o bütöv sistemi sadəcə 1% LLM-dir. Baxmayın ki, clouddan necə istifadə etmisiniz, sanki ki, mən biraz araşdırmışam deyə bilirəm. Çox yaxşı kod yaza bilir. GPT-dən və s. çox daha yaxşı. Sadəcə biraz tez limitə falan düşürsünüz bildiyim qədərilə, o ayrı, amma yenə də. Və sadəcə sistemə baxanda çox kiçik hissəsi əslində onun LLM-dir. Bu qədər yaxşı nəticə qaytarmanın səbəbi hardadır? Çox yaxşı sistem düzəldiblər. Aydındır. O qurduqları, nə bilim, retriever məntiqi olsun, ondan sonra code execution məntiqi olsun, reflection patternləri olsun, odur, budur və s. Çox yaxşı, nə bilim, o qoyduqları logic olsun və s. Olduqca yaxşıdır və ona görə əslində olduqca yaxşı nəticə qaytarır. Çünki belə baxanda LLM-lər əslində dəhşət belə bir fərq yoxdur. Bir çox model düzdür. İndi train etdikləri datadır, xüsusilə fine tune etdikləri datadır və s. 100% onda da fərq var. Müəyyən qədər. Amma ki, qurduqları sistemdir bu qədər böyük bir fərq yaradan. Və bu sistemdə çox kiçik bir hissəsi elmdir. Böyük hissəsi o qurduqları o adi software engineering hissəsidir. Onun üçün bu yaxşı sistem qura bilmək bazara dediyim kimi dəhşət önəmlidir. Və əgər siz bu agentik sistemləri başa düşsəz, plus ki, yaxşı sistem qura bilirsinizsə, çox maraqlı işlər görə bilərsiniz. Hətta bunu da eşitmiş ola bilərsiniz. Cloud bir çox sahəyə daxil olmağa çalışır, biznes sahəsində. Nə bilim, HR-ların işidir, Excel-dir. Bir video görmüşdüm, Excel-i də çox yaxşı. Biraz bahadır bu arada, çünki baxmayın, data çoxdur, odur, budur. Bir dənə
2 dənə sorğu yazdılar balaca data üzərində. Səhv etmirəmsə limitə düşdülər. Amma ki belə olduqca maraqlı işlər görmək olur və yenə bunun LLM-in də təbii ki, LLM-in bu qədər güclü olmağı təbii ki, böyük bir faktordur. Amma qurduqları sistem dəhşət önəmlidir. Onun üçün mən də burada sizə sistem qurmağı, o ne sistemi necə quracağınızı başa düşməyinizi istəyirəm. Onun üçün məsəl üçün bu external feedback nə üçün önəmlidir, reflection dizaynlarda, toollar nədir, necə istifadə olunmalıdır və s. Bunların hamısı dəhşət dərəcədə önəmli hissədir. Error analizizdir və s. Hansı ki, bunlar haqqında danışacağam, amma sistem qurarkən çalışın ki, buradakı hissələrə fikir verin. İndi, okey, bura qədər kimdəsə bir sual varmı? Varsa deyin zəhmət olmasa, yoxsa davam edək. Yoxdur, okey. Başa düşdüyünüzə daha ciddi şübhələrim var. Xüsusilə bayaqki sual cavab verə bilməyəndən sonra, amma yenə də. Hansı ki, sadə sual idi. Deməli, okey, bu sənə deyim, bunu mən bir neçə dəfə görmüşəm Instagramda və ya LinkedIn-də. Biraz qorxuducudur, biraz gülməlidir. Bəzən bu agentik sistemlər, hansı ki, deyim kimi, coding agentik sistemlərə dəhşətli dərəcədə çox geniş şəkildə istifadə olunur. Hətta bundan əvvəl də səhv etmirəmsə demişdim, push olunur biznes tərəfindən ki, AI istifadə edin deyə. Yəni, məsələn, deyirsiniz ki, okay, AI istifadə etməyi unprofessional görsənir və s. Yox, əməldə başqa bütöv şirkətlər məcbur edir ki, proqramistləri AI-dan mümkün qədər çox və effektiv şəkildə istifadə etsinlər. Hətta o Danone-da mən fəaliyyət göstərəndə çox böyük bir şirkət, yəqin ki, bilirsən onu da. Əsas işim orada bütün komandalarla işləyirdim. Bilmirəm neçə komanda idi, 8-9 komanda və 8-9 komandanın hər birinə kömək edirdim ki, necə bu LLM sistemlərini kod yazmaq deyildi, necə effektiv istifadə etsinlər. Okey, məsəl üçün məsələlərinə baxırdım. Dedim ki, burada nə üçün LLM istifadə etmirsən və hansı ki, doğrudan effektiv idi. Deyək ki, bir aylıq bir işi bir həftəyə saldığımız oldu, bir həftəlik bir işi bir günə saldığımız və s. olurdu. Düzgün və effektiv, onun üçün bizneslər istəyir ki, proqramistlər istifadə etsin ki, bundan əvvəl bu işi bir ay edərdilər, indi bir həftəyə edir. Hər iş üçün təbii ki, şey deyil, amma ki, doğrudan sürətləndirmək olur. Ən azından deyərdim ki, bir ortalama 30% falan sürətləndirmək olur və onsuz da yəqin ki, çoxunuz da fikir vermirsiniz. Göz bağlı yazmağı demirəm. Okay, bu kodu yaz, odur, budur, yox. Sistemi başa düşmək lazımdır təbii ki. Elmlər necə işlədiyini bir növ başa düşmək lazımdır. Necə prompt yazdığını yazmaq lazımdır, başa düşmək lazımdır. Orada instruction files falan var. Onları necə yazmaq lazımdır, başa düşmək lazımdır. Toolları necə quraşdırmaq lazımdır, başa düşmək lazımdır. Amma bunları başa düşürsə doğrudan sürətli etmək olur. Amma problemlər var. Məsəl üçün internetdə bir neçə görmüşəm, bayaq dediyim kimi. Şey deyir ki, LLM-ə qoydum ki, bir tapşırıq edəsin, götürdü faylları sildi. Misal üçün, bu Python fayllarını götürüb silib. Və şey deyib, yes, you are absolutely right. That was incredibly stupid mistake. I should never use remove the star py in a project directory. Deyir ki, götürdü bütün Python fayllarını silib, sonra deyir ki, okay, sən tamamilə haqlısan. Bu olduqca axmaq bir səhv idi. Bu böyük bir problemdir əslində. Və doğrudan da edə biləcəyi bir şeydir, edə biləcəyi şeydir. Çünki bilmirəm, yəni istifadə etmişsiniz yox, hansı bir məsələdə ilişəndə olub LLM-ilə danışım və o qədər və error mesajını atıram və o qədər mənasız bir həll yolu deyir ki, məsələn, bu faylı sil, nə bilim, ya da deyir ki, okay, bunu söndür, deyim, o söndürsən pis olacaq. Deyir ki, yox, pis olmaz, narahat olma. Amma bilirəm ki, pis bir şeydir və s. deyə. Belə şeylər də olur, yəni belə pis tərəfləri də var. Onun üçün təbii ki, diqqətli olmaq lazımdır. Amma ki, yenə də bu artıq həyatımızın bir hissəsidir, çox böyük bir hissəsidir. Ümumiyyətlə bu əgər coding agentlərini məsələn edirsinizsə, o sandbox environmentlərində, Docker'da və s. bu bilmirəm nədə açıq istifadə etmişəm. Docker'da və s. run etmək daha yaxşıdır ki, belə katastrofik errorlar baş verməsin. Ondan sonra sizin MCP haqqında danışım. Hansı ki, Model Context Protocol sözün qısaldılışıdır. Bunu geniş şəkildə eşitmiş ola bilərsiniz. İndi burada bu nədir? Bundan əvvəl demək bizə baş verən hissə nədir? Onsuz da API yazmağı bilirsiniz. Doğrudur. Bu MCP istifadə olunur, xüsusilə LLM-lərlə istifadə olunur. Biz isə nədir? Deyim ki, biz artıq LLM-lər var əlimizdə və LLM-lərə müxtəlif toollar vermək istəyirik. Ola bilər Slack, Google Drive, GitHub, PostgreSQL. Doğrudur. Bu toolların hər birini verə bilərsiniz siz. Məsəl üçün onsuz bu istifadə olunur geniş şəkildə. Okay, kodu push eləsin, error analiz nədir? Kod review eləsin və s. tipli şeylər edirlər artıq geniş şəkildə. Yəni databazada query, databazanı tool kimi verə bilərsiniz və
Artıq bu hansı bir yazarsınız ki, okey, databazda bax belə bir şey varmı? Özünüz də kod yaza bilərsiniz, amma daha effektivdir. Hətta ümumiyyətlə nə qədər çox ümumiyyətlə saxlayın, elmlərdə nə qədər çox kontekst olsa, o qədər yaxşı nəsə qaytarır. Bəzən nəsə tapşırıq verirsə, amma kontekst vermirsiniz. Məsəl üçün buradan skemaya baxa bilərsiniz, doğrudur. Table-a, orada sütunlara və s. bu formatda necə baxarsınız, data formatına və elm daha yaxşı cavab qaytara bilər. Bu ya da ki, indi bu toolları bilirsiniz, bu tipdə şeylər verərsiniz və bu formatda istifadə edə bilərsiniz. Amma problem hardadır? Bunların hamısı üçün kod yazmaya ehtiyac var. Doğru. Deyək ki, birinci bir appiniz var və bunun üçün tool yazmalısınız bura. Ondan sonra ikinci app yenə bu formatda yazmalısınız, üçüncü app bu formatda yazmalısınız və bu baş ağrısıdır. Yaxşı. Onun üçün ortaya model context protokol gəldi. Bundan əvvəl M times N idi. Yəni ki, hər bir şey üçün bu qədər şey yazmalıydınız. Amma artıq MCP sadəcə sizin üçün nedir? M plus N-dir. Yəni buradakı şeylərin sayı plus buradakilərin sayı kimi düşünə bilərsiniz. Aydındır. 12 əvəzinə 7. Məsəl üçün bu formatda şey yazmalısınız. Və bunun əsas etdiyi nədir? Siz buna əvvəl tool yazanda nələr etməliydiniz? Skemanı yoxlasın, okay, bu funksiya nədir? Output şeyini yoxlasın, odur, budur. Bu şeydir. Çünki ümumiyyətlə baş verən sənədə LLM tool çağırmaya çalışır. Doğrudur. Bu adi API-nin çağırmandan fərq edir. Çünki LLM-lər deterministik deyil, doğrudur, probabilistikdir və bəzən toolu çağırmaya bilər, bəzən baş ağrısı ola bilər, odur, budur və s. Bunların hamısını handle etmək baş ağrısıdır. Model context protokol istifadə edəndə nə baş verir? Siz kodu yazırsınız, yəni funksiyanızı yazırsınız, yəni toolunuzu yazırsınız ki, okay, mənə lazımdır bu toolu istifadə etmək. Yaxşı? Həmişə ki, məsəl üçün o havaya baxmaq üçün bir funksiya yazırsınız deyək ki. Həmçinin bir JSON faylı hazırlayırsınız, aydındır. Və o JSON faylda həmin o etdiyiniz toolu describe edir. Deyir ki, bu toolda nə baş verir deyə. Və bunları göndərirsə həmin MCP serverə. Ondan sonra LLM lazım olanda həmin o MCP serverə baxır, funksiyanın olduğunu başa düşür. O avtomatik şəkildə skemanı yoxlayır, inputa baxır, outputa baxır, görür hər şey okeydirmi. Ondan sonra isə həmin toola request göndərir və cavabı götürür. Yaxşı. Sadəcə bu formatda edəndə artıq çox daha effektiv şəkildə edə bilirsiniz. Onsuz əslində var idi burada çox bir şey etməmək. Yəni siz hələ də buradakı hissəni hazırlayırsınız. Ayda buranı hazırlayırsınız. Buranı hazırlayırsınız, MCP serverə göndərirsiniz və все, bitdi. Başqa çox da baş atmanıza ehtiyac yoxdur. Artıq eldən biləcək ki, okey, mən buradakı toolu necə istifadə etməliyəm deyə. Oldu? Deməli. Okay, using pre-built client. Okay, burada bizdə hazır pre-built client and serverlər də var. Siz məsəl üçün yazmasanız, artıq məsəl üçün bəzi platformalar görür ki, okey, bu istifadəçilərin başını ağrıtmaq əvəzinə ki, okey, hər dəfə bu API yazsınlar, o da budur. Biz avtomatik MCP serverləri özləri üçün hazırlayıblar. Məsəl üçün bu PostgreSQL-in bilmirəm var ya yox, amma GitHub-ın özünə aid şeyi var. Google Drive-ın da var, MCP-ləri var və işlətmək dəhşətli dərəcədə sadədir. Sadəcə gəlirsiniz, hansı ki unutmuşam, necə istifadə olunur. Sadəcə gəlib deməli GitHub MCP məsəl üçün var idimi? Yoxsa add içərisinə qoymalıydım. Məsəl üçün bu formatda hazırlayıblar nəsə. Yadıma açıq necə istifadə olunur deyə bu şey üçün. Okay, bu formatda hazırlar da var. Yəni sizin o başlayayım JSON faylını falan hazırlamanıza da ehtiyac yoxdur. Özləri də promoyu hazırlayıblar və şey deyim, funksiya hansı bir platformadan istifadə etmək istəyirsiniz və s. Çox asan şəkildə qoşa bilirsiniz ki, bunu da yoxlayarıq sizdən belə sözlə yenilik qarmaşıq olur. Amma göstərərəm bunu necə edə bilərsiniz deyə sonradan. Deməli bu heç bunu keçək. Okay, bu da oldu toollar bölməsi. Gördüyünüz kimi çox kompleks deyil. Mənə qədər tanışlıq lazımdır, amma ki biraz istifadə edəndən sonra alışacağınız bir bölmədir. Bura qədər kimdəsə bir sual varmı? Okay, yoxdur deyə düşünürəm. Əla. İndi son bir hissəsi var. Yəni bunu da danışım. Ondan sonra vaxtımız qalsa biz kod yazmağa başlayaq. Görək nələr edə bilərik deyə. İndi isə bu agentic workflow-larda ən vacib hissələrdən biri haqqında danışacağam. Error analysis. Error analysis bu arada məncə maşın learning istənilən hissəsində vacibdir. Heç bəyənmirəm. Yəni açıq belə deyim, çox insan üzdən keçir.
heç bəyənmirəm bunu. Amma ki, yəni fərqi yoxdur. Belə traditional machine learning alqoritması qurdunuz, hansı ki artıq hamınız tanıyırsınız. Deep learning alqoritması qurdunuz ya da ki RAG qurdunuz ya da ki agentic AI qurdunuz. Error analizi dəhşət dərəcədə önəmli bir hissədir. Yaxşı, siz baxmalısınız və başa düşməlisiniz ki, modeliniz sırf mən şeyə bəyənmirəm. Okay, accuracy-yə baxdım kifayətdir. Okay, recall-a baxdım kifayət ideyasını mən bəyənmirəm adətən. Çünki mən baxıb başa düşmək istəyirəm. Harda səhvlər edir, nə tip səhvlər edir, hansı spesifikallarda səhvlər edir, hansı bir qrupdan mı səhv edir? Misal üçün hansı spesifik bir case-dəmir səhv edir. Modelim ancaq qaranlıq, əlimdə müəyyən modelin accuracy yaxşıdır, amma qaranlıq olanda yaxşı deyil. Misal üçün bunu görə bilib düzəldə biləcəyim bir şeydir. Doğrudur. Şəkillər məsəl üçün misal üçün indi. Dəhşətli dərəcədə önəmlidir və düşün hətta orada misal üçün deyərdim ki, okay, machine learning və sair dəhşətli dərəcədə önəmlidir, amma bilmirəm, bəlkə metriklərlə birtəhər yola vermək olar, amma bu agentik sistemlərdə dəhşət daha da önəmli olmağa başlayır. Çünki yenə çox probabilistik modellərdir və kompleks sistemlər açıq-aydın qurursunuz. Çünki elmdən istifadə etmək çətin bir şey deyil, doğrudur. Onsuz yəni sadə elm request sadə RAG sistemi qurmuşuq, mürəkkəb RAG qurmuşuq, doğrudur. Sadə elmə request göndərmək də o da budur, mürəkkəb bir şey deyil. Amma fikir verdinizsə, düzəltdiyimiz sistem kompleksləşdikcə şeydir, orada problemləri tapmaqdır, o da bu baş ağrısı olurdu. Onun üçün məsələn evaluationlar qurmuşduq. Məsəl üçün retriever'a baxırdıq, LDM-ə baxırdıq, başqa hissələrə baxırdıq ki, problem harda ola bilər deyə. İndi yenə burada evaluationlar barədə danışacağıq və əgər siz doğrudan yaxşı evaluate edə bilirsinizsə qurduğunuz agentik sistemləri, bir çox problem həll edə bilərsiniz. Hətta deyərdim ki, bu hazırda AI agentlərlə yaxşı işləmək üçün, hazırki dövrdə AI engineer olmaq üçün, dediyim kimi, hazırda belə baxıram description-adır ki, machine learning engineerlər bu mənim saytın dərsdə öyrətdiklərimdir. Deep learning olsun, klassik machine learning alqoritmaları olsun və s. Machine learning engineer onlara çağırırlar. Aytən AI engineerlərdə ən azından mənim şirkətimdə çağırırlar. Bu RAG və AI agentlərlə işləyənlər. Hansı ki, hər şirkətdə belə deyil, amma yenə də bu formatda. Yəni indi bu başda dediyim qaydanı qorursaq, AI engineer olmaq istəyirsinizsə, elmləri müəyyən qədər başa düşürsünüzsə, machine learning alqoritmalarını müəyyən qədər başa düşürsünüzsə, belə dəhşət dərinə də ehtiyac yoxdur və yaxşı software engineering bacarıqlarınız varsa, bir də ki, evaluate etməyi bilirsinizsə, bir də ki, deyə bir heyli saydım, amma çox yaxşı AI engineer ola bilərsiniz. Bunun kimi, definition biraz dəyişir şirkətdən şirkətə, amma daha çox gördüyüm hazırda budur. İndi yenə error analysis barədə, evaluationlar barədə danışacağıq və necə eval qurmaq lazımdır, o haqqında danışacağam. Və açıq deyim ki, mən bunu, misal üçün, indi mən yenə RAG sistem, agentic RAG sistem üzərində işləyirəm hazırda işdə və geniş şəkildə tətbiq edirəm. Deyim olar ki, hər mümkün halda. Stolun üstündə duz var və fikir verim ki, tarixə keçib. Mən bilmirdim duzun tarixə keçir. Okay, deməli. Buna baxarım sonra. Anyways, bu önəmli bir şey deyil. İndi bizə lazım olacaqsa burada nədir? İndi bu eval sistemlərin, evaluation sistemlərinə baxaq görək nələr var deyə əlimizdəki sistemlərdir. Deyək, əlimizdə belə bir şey var, invoice processing etmək istəyir. Yəni bizə əlimizdə belə bir şey gəlir. Hansı ki, çoxunuz belə baxıram kapitalda da işləmisiniz, maşallah. Şeydir və orada da yəqin ki, buna bənzər sistemlər qurulduğunu bilirəm. Çünki az qala hamınız yazmısınız ki, belə bir şey qurmaq istəyirik, hansı şeydən istifadə etsə yaxşı olar. OCR-dan və s. deyə. İndi, məsələn, sizə belə bir şey var və yenə hansı bir sistem qurmaq istəyirsiniz ki, gəlsin, buradakı məlumatlar oxusun və text məlumatını çevirsin. Doğrudur? Okay, tamam, çox sağ olun. Mən də düşündüm, dedim ki, duzun tarixi mi olur deyə. Tamam. Deməli, indi gəlin bura baxaq. İndi misal üçün mənə nə lazımdır? Mən istəyirəm ki, buradakı məlumatları götürüm və databazaya əlavə edim. Yaxşı, misal üçün bu formatda PDF-lər var və mənə lazımdır bunu oxumaq lazımdır. Yaxşı. Və 4 dənə required fields var. Bilir, bu yazan adam, adresi, amount və due date, tarixi. İndi və edəcəyim sistemdir. Bir sistem qurmaq istəyirəm. Doğrudur. Birinci necə? PDF to text istifadə edirik. Məsələn, bu halda OCR-dan və s. istifadə edə bilərik. Doğrudur. İndi baxır, əgər şeydirsə, əgər Word-a çevirmək olursa və s. o ayrı, amma ki, belə şeydirsə, şəkil götürülübsə və s. PDF-dən textə çevirmək üçün OCR-dan və s. istifadə edəcək. Hansı ki, müəyyən qədər istifadə. Onu hatırlamıram. Mən istifadə etdim, onu görsətmədim. Yoxsa istifadə etdim və görsətdim. Onu hatırlamıram. Əgər bilmirsinizsə, sonradan danışarım nədir deyə.
Ondan sonra isə gəlirik bura, LLM gəlir, doğrudur. Mənə nə lazım? Buradakı məlumatları oxusun. Bu bir dənə şeydir. Ondan sonra isə gəlirik LLM mən tool veririk, update database. Yəni ki, özü avtomatik olaraq həmin məlumatları qeyd etsin databazaya ki, okey, istifadəçi adıdır, adresidir, tarixidir və s. Və burada update etməlidir. Yalnız görürsünüz, işi çox asanlaşdırır. Çünki nəyə görə? Biri var ki, bunu əvvəl kim edirdi? İnsan edirdi. Doğrudur. Gəlməli idi. Məlumatları ekstrakt bir bilmirəm, keçmişdə əllə yazırdılar, deyək ki, databazaya. Variant buydu. Hansı ki, əslində deyə bilərsiniz ki, bəziləriniz eləsin də, amma elə deyil. Məsələn, mənim indiki etdiyim şirkətdə biz də buna bənzər bir şey, tam bu deyil, fərqlidir, amma bənzər məntiqdə bir şey edirik bir növ və hesablayıblar ki, okey, nə qədər vaxt alacaq bunu əllə eləsək və 5 ildir. Yaxşı, yəni bunu adi insanlar əllə eləsə 5 ildir. Amma AI ilə çox daha sürətli edə bilərik təbii ki. Doğrudur. Gəlməyə çalışdığımız nöqtə budur. İndi şeydir, və indi bizim etməyə çalışacağımız hissə nədir? Okay, biz bunu etməyə çalışırıq, doğrudur. Amma şu problem orada ki, təbii ki 100% bir nəticə əldə etməyəcəyik. Keşke edə bilsək, amma adətən əldə etməyəcəyik. Və başa düşməliyik ki, burada nə üçün belə bir nəticə əldə etmirik, problem hardadır deyə başa düşməyə çalışacağıq yenə. Create an eval to measure date extraction. Manually extract due dates. Okay. İndi misal üçün etməli olan nədir? Deyək ki, indi mən baxıram modelə və görürəm ki, etməli olduğum hissə hardadır? Baxıram nəticələrə. Doğru, mən bu sistemi düzəltdim, getdi deyil. Hətta nə tövsiyə edirəm? Ümumiyyətlə agentik sistemləri quranda və s. quranda, RAG sistemləri quranda birinci sadə bir sistem düzəldən, end-to-end. Yaxşı, ayətən yaxşıdır. Sadə bir sistem düzəldin, görün performansı necədir. Ondan sonra görürsünüz ki, haranın performansı pisdir, yaxşılaşdırın. Yəni atın tövsiyə etdiyim budur. İndi daha ətraflı deyəcəm nə deməyə çalışıram. Məsəl üçün edə biləcəyiniz hissə nədir? Gəlirsiniz, bu sistemi qurdunuz. Doğru. Ondan sonra output-a baxırsınız və görürsünüz ki, adətən model belə hər şey okeydir, amma model burada əziyyət çəkir. Yaxşı, məsəl üçün deyək ki, bu ikisinin yerini qarışdırır. Ola biləcək problemlərdən biri budur. İndi ola biləcək problemlərdən biri budur. Nə bilim, ya da ki, LLM hər dəfə göndərəndə tarixləri qarışdırır. Qarışdırır deyə nə demək istəyirəm? Bir dəfə 2025 qabaqdadır, bir dəfə buradadır, bir dəfə oradadır və s. Yəni ola bilər. Çünki yenə probabilistik modellər, hamınız kifayət qədər yaxşı başa düşürsünüz bunu. Onun üçün edəcəyiniz hissələr nədir? Və deyim ki, deyək ki, problemimiz buradadır. Yaxşı digərlər hissələr deyək ki, okeydir. Şey hazırlamalısınız. Evaluate etmək üçün dataset hazırlamalısınız qısaca. Okay, sorry. Deməli, edəcəyiniz sınır, yəni dataset hazırlayırsınız. Yaxşı, və dəhşət çox etməyinizə ehtiyac yoxdur. Birbaşa kimsə demək ki, 1000 dənə data hazırlayın, açıb başarırsınız. Çünki bəlkə bir neçə dənə data məsələn 10-20 dənə hazırlayın, bəlkə 10-20 dənə sonra problemi həll etmiş oldunuz. Yaxşı. Gəlirsiniz, hazırlayırsınız. Və necə hazırlayırsınız? Yenə təəssüf ki, əllə hazırlayırsınız. Çox qaça biləcəyiniz bir şey deyil. Deyə bilməzsiniz ki, götürün başqa LLM-ə göndərin. LLM-lə işi sürətləndirə bilərsiniz. Göndərərsiniz, LLM tez-tez labellayar və siz üzdən keçərsiniz, düzəldərsiniz səhvlərini. Yəni bunu da edə bilərsiniz və mən edirəm şəxsən. Amma ki, yəni birbaşa LLM-ə verim də yox, o şey deyil. Əllə hazırlamalısınız. Yəni burada əl işi olmalıdır. Və hazırlayırsınız. Okay, burada input budur, output budur. Ondan sonra məsəl üçün şey deyirsiniz, düzgün formata çevirirsiniz, specify output format in prompt. Okay, ondan sonra edəcəyiniz hissə nədir? Götürürsünüz şeylərə baxırsınız. Bu 10-20 dənə dataset üzərində, götürdüyünüz data üzərində baxırsınız ki, okay, model necə nəticə qaytarır? Yaxşı, harda səhvlər edir, necə səhvlər edir, baxırsınız və özünüz üçün qeyd edirsiniz. Excel faylı edə bilərsiniz, dəftər qələmdə edə bilərsiniz. Mən dəftər qələmdə edirəm hazırda, çünki Office notebookum Windows'da və hələ yaxşı istifadə edə bilmirəm. Amma və bir də ki, serverə qoşularam, o lap yavaş edir. Amma ki, belə Excel-də və s. yazırsınız ki, okay, səhvlər harda deyə baxırsınız. Ondan sonra deyirsiniz ki, okay, modelin etdiyi səhvlərdə baş verən hissə nədir deyə. Görürsünüz ki, model adətən çıxardır, sadəcə yerlərini qarışdırır. Aydın, məsəl üçün birində belə yazır, birində nə bilim başqa cür yazır və s. deyə. Nə edə bilərsiniz? Promptu gəlirsiniz, promptu dəyişdirirsiniz. Yəni qısaca nə edirsiniz? Deyirsiniz ki, okay, əlavə edəcək ki, format tarix bu formatda yaz. Yaxşı. Və bu ümumi kömək edə bilən bir şey, çox kömək edə biləcək bir şey. Demişdim, səhvlərə baxıb promptu dəyişdirmək olduqca idealdır. Demişdim, yəni sırf bu üstündən artıq bir il keçib, amma sırf
mən etdiyim hissə nə idi? Köhnə prompt var idi əlimdə. Performans 78%, səhvlərə baxdım, harda səhvlər edir, dəyişdirdim, 93%-ə qalxdı. Sonra biraz da sistemi dəyişdirdim, 98%-ə qalxdı. Daha çox idi deyəsən. Yox, yəni 98%-ə qalxdı, amma yəni 78-dən 93-ə kimi etdiyim yəni ki, promptu dəyişdirməkdir. Promptda da nəyi dəyişdirdim? Yenə səhvlərə baxaraq nəyi dəyişdirmək lazımdır və s. başa düşürdüm. Aydın, qısaca etdiyim burada buydu. Yəni bunu formata əlavə edirsiniz. Ondan sonra isə bir dənə regex yazırsınız ki, gəlsin bu şeydə bu extract eləsin. Doğru, çünki LLM sizə bir dənə cavab qaytarır. Oradan lazımdır buradakı data extract etmək lazımdır. Bu formatda yazırsınız. LLM responsundan bu patterni extract edən. Ondan sonra da kod yazırsınız ki, müqayisə eləsin. Extracted date ilə actual date-i müqayisə edirsiniz. Yəni ki, bu LLM-in çıxartdığı cavabla sizin əllə çıxartdığınız cavabı müqayisə edirsiniz və ümumiyyətlə doğruların sayına baxırsınız və görürsünüz ki, okey, model harda nə qədərini səhv edib deyə. Aydın. Məsəl üçün birinci deyək ki, edə bilərsiniz. Yenə birinci datanı ilə hazırlayırsınız. Aydın. Buradakı sizə hazırlanmırsınız. Extract edirsiniz date-ləri və müqayisə edirsiniz. Aydın. Sonra baxırsınız ki, okey, model çoxu səhv edib. Etdiyi səhvlərə baxsınız, harda səhvlər edir. Okey, formatda səhv edib. Yəni bunu prompta əlavə edək. Təzədən run edək. Okey, bir də görürsünüz ki, performans qalxdı və doğrudan məsəl üçün bu tipdə bir errorda bu olduqca çox kömək edə biləcək bir hissədir. Yaxşı, əlavə edirsə olduqca çox kömək olur. İndi burada nə yazıb? Driving your development process with evals, build the system look at it is behaving on satisfactory way. Okey, yəni qısaca ümumiyyətlə bütün proses necə oldu? Sistemi düzəldirsiniz, doğru outputlara baxırsınız və outputda baxırsınız ki, hansı hissələri bəyənmədiniz, nəyi bəyənmədiniz. Məsələn, bu halda date çıxartmanı bəyənmədik, doğru. Balaca bir dənə dataset hazırlayırsınız, təqribən 20 dənə sample, dəhşət çox et, minlərlə sample hazırlamanıza ehtiyac yoxdur. Ondan sonra da yenə dəyişikliklərinizi edirsiniz və birbaşa tapma məcburiyyətində deyirsiniz. Götürürsünüz, müxtəlif promptu dəyişdirirsiniz, algoritmanı dəyişdirirsiniz və baxırsınız ki, mən hər dəfə bunu dəyişdirəndə artıq o sistemi qurmusunuz, o evaluation sistemini qurmusunuz. Run edirsiniz, baxırsınız ki, necə dəyişdi, nə dəyişdi deyə. Aydındır? Vəsə, bu qədər sayda. Bundan sonra da artıq belə çox sürətli şəkildə o problemləri düzəldə bilirsiniz. Bəzən baxırsınız ki, okey, 20 yaxşı alındı, amma bəzən bilmirəm, datanı artırmanıza ehtiyac ola bilər. Şübhələnirsiniz ki, bəlkə mən overfit etmişəm və s. Bu da ola biləcək bir hissədir. Prompt ilə də overfit edə bilərsiniz. Elə bu qədər. Bunu elədiniz və deyim ki, olduqca da yaxşı nəsə toplaya bilərsiniz. İndi başqa bir misal üzərinə gedək. Deyək ki, marketing komandası üçün nəsə edirsiniz və nə lazımdır? Instagramda caption yazmalıdır. Doğrudan deyirlər ki, sizə maksimum 10 sözdən ibarət yazsın və göndərirsiniz. Şəklə göndərirsiniz ki, okey, biz bunu satırıq. Query-ni göndərirsiniz, neynəsin, LLM və sizə bu caption-ı qaytarır. Yaxşı. Və sadəcə yenə baxırsınız. Bunu etmək lap sadədir. Çünki baxırsınız ki, okey, 17 söz, okey, 14 söz, 11 söz və s. deyə. Və edəcəyiniz burada hissə nədir? Burada lap yaxşı, datanı labellamalı belə deyirsiniz. Doğrudur. Çünki bayaqçında labellamalısınız, dəyişir. Burada şeydir, ayrı kod yaza bilərsiniz də, uzunluğunu götür ölç. Hansılar ki, uzunluğu ondan balacadır, korrektlər sayını artırır. Bu lap saydadır. Sadəcə, yəni data, çünki data azlamağa deyirsiniz yenə. Baxırsınız, okey, neçəsində 10 sözü keçib, doğrudan onlara baxırsınız ki, hansılarda keçib və yenə. Artıq bunu edəndən sonra saydadır. Çünki nədir? Sadəcə promptu dəyişdirəcəksiniz. Okey, böyük hərflərlə yaz, promptu sona gətir, əvvələ gətir. Bu arada bunu not olaraq qeyd edim, prompt yazmaqla bağlı. LLM-lərdə prompt yazında, LLM xüsusilə uzun prompt yazırsınızsa, əvvələ və sona daha çox diqqət verir, nəinki ortaya. Yaxşı, bunu da belə not olaraq qeyd edim. Onun üçün promptun vacib hissələri əvvələ yaxud da ki, sona gətirə bilərsiniz. Bunları bilmək biraz maraqlıdır bir növ. Yenə mənə riyazi algoritmaları bilmək daha maraqlıdır, amma yenə də indiki dövrdə bilmək lazımdır, təəssüf ki, bunları da. Anyways, ondan sonra da bu nəsə dəyişikliyinizi edirsiniz, sisteminizi dəyişdirirsiniz və s. Ondan sonra da baxırsınız ki, okey, mən bunu necə düzəldə bilirəm. Deyim ki, bu çox daha effektiv və sürətli variantdır. Nəinki sistemi dəyişdirməklə. Okey, düzəltdim sistemi, sonra gedib əllə baxıram, belə bir-bir keçirmək sayıram bir-bir, ya da ki, production-a göndərirəm, sonra təzədən sistemi dəyişdirməyə çalışıram. Yox, sistem evaluation-ı qurun. Ondan sonra tez dəyişikliyinizi edin və hazır olsun. Bəzi hallarda sadə bir şey etməyə ehtiyac yoxdur, ya da şübhələnirsiniz ki, tez belə bir şey əlavə etsən ehtiyac yoxdur. Okeydir, amma ki, bir çox halda evaluation qurmaq yaxşı ideyadır. Çünki sonradan dəyişiklik edəndə təzədən run edəcəksiniz. Doğrudur. Məsəl üçün mən deyək ki, promptu dəyişdirdim. Təzədən niyə yoxlayım? Prompt evaluation qurduğum o pipeline üzərində, evaluation pipeline üzərində run edərəm. Deyim ki, okey, performans pisləşdi. Neysə pislədi. Məsəl üçün. Çox daha effektiv bir variantdır.
İndi burada başqa nələr var görək. Deməli, research agentimiz var idi. Doğru. User query. Gəldik bura. İndi baxaq görək burada nə ola bilər. Hansı ki sizin düzəltməyə çalışacağımız agent budur. Doğru. Belə baxıram bu gün də kodinqə çox çatdırmayacaq. Çünki sadəcə 8-ci slayddayım və artıq yoruldum. Deməli, bizə lazımdır hansı bir paper body research yazsın. Doğru. Bu daha kompleksdir. Və burada bəzi toollar əlavə edirik. Çünki məsələn mən istəyirəm ki, research yazsın istəyirəmsə, birbaşa aytın eləmin öz biliyi kifayət deyil. Əlavə tool qoyuram, search web, doğrudur. İnternetdə search etmə qabiliyyəti olsun. Çox daha yaxşı yaza bilər. Əlavə məlumat verir sizə, kömək ola biləcək bir sizə. Gəlirəm bura, search web, gəlib internetdən search yazsın. Aydındır. Sonra toollar verirəm. Web fetch. Okay, bu sadəcə search edəcəklərini qaytarır. Məsəl üçün hansı saytlara search edir, məsəl üçün. Bu da PDF qaytarıbsa, məsəl üçün PDF-i, çünki deyək ki, internetə girdi, PDF tapdı və s. deyə PDF-i tekstə çevirsin ya da ki, həmin məlumatı çəksin. Çəkəndən sonra da artıq eksternal məlumat əlavə elədi. Sən sistem kimi əldə etmə çox kömək olan bir hissədir. Ondan sonra da sizə həmin o research şeyini yazsın, paperini yazsın. Yaxşı? Və birbaşa bunu belə yazarsınız, doğrudur və nə edərsiniz? Baxırsınız ki, model necə nəticə qaytarır deyə buna baxar, yavaş-yavaş improve elətdirəsiniz. Yəni birbaşa ideal bir sistem qurmanıza ehtiyac yoxdur deyim. Tövsiyə etdiyim budur. Birinci təqribi bir sistem, birinci saydadan başlayın, getdikcə mürəkkəbləşdirin və saydadan başlayanda baxın ki, model harda çətinlik çəkir. Yəni bunun üçün evaluation setləri hazırlamalısınız. Gəlirsiniz bura prompt yazırsınız. Prompt nədir misal üçün? Deyək ki, misal üçün vacib nöqtələri, hansı ki insanın qeyd edəcəyi bəzi vacib nöqtələri qaçırdır deyə. Aydındır. Və edə biləcəyiniz isə nədir? Yazırsınız, datanı hazırlayırsınız, prompt yazırsınız. Recent black hole science, misal üçün research yazmanızı istədiyiniz şey budur. Missed high profile result that had lots of news coverage. Doğrudan vacib bir şeyi gözdən qaçırdı. Seems to, burada misal üçün yaxşı iş görür. Misal üçün yaxşıları da burada qeyd edirsiniz ki, harda yaxşıdır, harda pisdir və s. deyə. Burada şeydir, yaxşılar, sırf bir şey yaxşıdır. Burada bunu deyim məncə, çünki bəzən qarışdıra bilər deyə hiss edirəm. Yəni şeydir, bir yaxşı nəticə qaytardı, onu çıxartmırsınız datasetdən. Çünki nəyisə dəyişdirəcəksiniz, bəlkə indi düzəldir, sonra pisləşdir. Yəni ümidi qalır onlar. Ondan sonra robotics for harvesting fruit didn't mention leading equipment company. Misal nəyisə qeyd etmədi və s. Yəni götürürsünüz, promptları yazırsınız və qaytardığı nəticəni qeyd edirsiniz. Aydın necə bir nəticə qaytardı deyə. Ondan sonra təzədən evaluation bir dənə dataset yaradırsınız ki, performansı ölçmək üçün ki, görək nə baş verdi deyə. Və deyəcəyiniz nədir? Bu səfər example promptu qeyd edirsiniz və gold standard talking points. Gold standard yəni sizin tərəfindən çox bu nöqtələr haqqında danışmalıdır. Event horizon məsələn haqqında danışmalıdır, black hole onlar da doğrudur. Radio teleskopları barədə danışmalıdır bunlarda və s. Və bunları özünüz qeyd edirsiniz. Artıq bu daha kompleksdir, çünki birbaşa burada event horizon deməyə bilərsiniz olaraq. Doğrudur. Yəni bu adi codinglə olmayacaq. LLM-dən istifadə edirsiniz. LLM as a judge. Deyirsiniz, burada qeyd olunan mövzulardan prompt yazırsınız ki, bu orijinal prompt budur, yazılan essay budur və danışmağını istədiyi mövzular bunlardır. Mənə qaytar ki, bu mövzuların neçəsi haqqında danışıb, aydındır və buna görə xal versin. Və belə deyəndə yenə modelinizi evaluate edə bilərsiniz. Aydın 2 vacib hissəyə bölünür. Kodla, əslində 3 hissə deyirlər, insan da evaluate edə bilər, amma kod və LLM as a judge istifadə olunur. Yaxşı. Və hansı halda istifadə olunur? İndi sizdə yəni bir obyektiv məsələlər var, bir də subjektiv məsələlər var. Obyektiv sözü dəqiqdir, doğrudur, şeydir. Subjektiv isə dəyişə bilir də. Subjektivlərdə şeydir, LLM-dən istifadə olunur, doğrudur. Çünki nəsə yazıb, doğru nə qədər yaxşı yazıb, bunu kodla yoxlaya biləcəyiniz bir şey deyil. LLM-dən istifadə edirsiniz. Amma obyektivdirsə, məsəl üçün neçəsini doğru edib, nə qədər şeydir, uzunluğu ondan balacadır yoxsa deyilmi deyə. Bu zamanda obyektiv, yəni adi koddan istifadə edə bilərsiniz. Yəni adi obyektivdirsə kod, subjektivdirsə LLM-dən istifadə edirsiniz. Olur. Məsəl üçün necə tərcümə edib? İnsan da edə bilər, biraz baş arası da şeydir. LLM məsələcəkdən istifadə edə bilərsiniz, çünki subjektivdir bu biraz. Deməli, və datanın hazırlanmağında isə necə baş verir? Birbaşa biz burada per example grantorumuz var. Yəni sizə lazımdır nə etmək? Hər sample üçün hazırlamaq doğrudur. Çünki məsəl üçün burada artıq lazımdır əllə bir-bir hazırlamaq lazımdır. Extracted date, actual date.
Amma burada not per example grantor, bu overall bir cavab vardı. Uzunluq onu keçməməlidir. Yaxşı. Misal üçün burada yenə bu gold standart talking points dəyişir hər bir sample'a görə. Grading charts with okay. Burada isə xüsusi bir şeyə ehtiyac yoxdur. Hamısını ayrı-ayrı labelləmanıza ehtiyac yoxdur. Sadəcə şey gəlir, chart gəlir. Nə qədər yaxşıdır. Okay, əlavə bir elementdən istifadə edə bilərsiniz bunun üçün. Yaxşı. Yəni bu per example grantoruz olanda o datanı labelləmək lazımdır. Yəni əllə kimsə hazırlamalıdır o şeydir. Gold labellər bir nəfər hazırlamalıdır. Deməli, tips for designing end-to-end evaluation. Okay, quick and dirty is okay to start. Okay, bir də digər vacibsiz hardadır. Dediyim kimi, normalda belə qısa, balaca bir evaluation dataset hazırlamaq okeydir. Lakin vaxt keçdikcə zaten onu inkişaf etdirirsiniz. Yaxşı, çünki misal üçün görə bilərsiniz ki, mən belə bir şey hazırlamışam. Amma bu evaluation dataset çox da yaxşı reprezent eləmir hər кейsi. Aydındır. Bunlarla da bağlı artırmalıyım. Yavaş-yavaş artıra biləcəyiniz bir şeydir və çox komanda olaraq artırırsınız. Okay, nəsə görürsünüz, deyir ki, bunu da evaluation əlavə edək, bunu da əlavə edək və yavaş-yavaş böyüyən bir şeydir. Birbaşa götürüb 1000 dənəsini yazmırsınız. Balaca başlayırsınız, düşünürsünüzsə ki, okay, daha çox ehtiyac var, yavaş-yavaş artıracağınız şeylərdir bunlar. Hansı ki, sizin evaluation dataseti hazırlamışdıq Rakutsunda, əgər hatırlayırsınızsa. Okay, bir də şeyə baxırsınız ki, okay, performans harda insan performansından pisdir. Yaxşı. Çünki bəzən ola bilər ki, model səhv edir, amma heç orada insan da yaxşı nəticə qaytara bilməz. Misal üçün deyək, o bayaq ki, problem oradadır ki, PDF bulanıqdır ya da başqa bir şeydir və bu tipli hallar ola bilər. Burada insan da yaxşı nəticə qaytara bilmir. Adətən insandan daha pis nəticə qaytaran sitələrə baxırsınız ki, necə inkişaf etdirə bilərsiniz. İndi error analysis, bu gün kod yazmaq istəyirdim sizdən, belə baxıram yenə çatmayacaq. Deməli, error analysis and prioritizing next steps. Okay, error analysis edəndə deyim, sizə kömək edən nədir? Növbəti sistemlərdə nəyə fokuslanacağınızı tapmağa sizə kömək edir. Aydın, mən nəyi daha yaxşı etməliyəm bu qurduğum sistemdə deyə. Misal üçün burada okay, yəni qeyd edirsiniz ki, problemlər hardadır deyə. High profile results that had lots of news coverage. Okay, nəyəsə tapmadı, yaxşı iş qaytardı, didn't mention leading comment, observed error, sometimes misses the key points. Okay, misal üçün yenə baxırsınız ki, insanın edəcəyi bu bəzi pointləri gözdən qaçırdıb deyə. Doğrudur. Və sizə nə etmək lazımdır? Bu tracelərə baxırsınız, bu trace end-to-end, yəni başdan sona kimi sizə baxırsınız ki, okay, problem harda ola bilər? Yəni ümumi nəyə görə model səhv edib deyə bu kiçik şeylərə baxırsınız. Çünki sistemi görürsünüzsə, edə biləcək harda səhvlər edə bilər? Yaxşı search termləri yazmayıb. Doğrudur, problem burada olmuş ola bilər. Çünki Google-dan search edib, amma o yazdığı query yaxşı deyil, doğrudur. Ya da qayda nəticələri çox yaxşı deyil. Top 5-i seçmək lazımdır. Okay, bu çoxlu gəlib, seçdiyi top 5 pisdir. Ya da ki, okay, indiyə kimi hər şey yaxşı idi, amma ki, bad reasoning. Okay, bütün məlumatlar yaxşı gəlib, sadəcə 50 yaxşı şey yazmayıb, aydındır. Baxırsınız ki, problem harda ola bilər. O da ki, yenə spanlara baxırsınız. Bu span bu bir şeydə olanlar deyilir. Okay, bu prosesə gəlin, bax, bu prosesə bax, bu prosesə bax. Baxırsınız ki, okay, addım-addım baxırsınız. Deyək ki, search bunları search elədi, o black hole-larla bağlı. Black hole theories Einstein, Event Horizon Telescope Radio, New Physics Black Holes və s. deyə. Və baxırsınız ki, okay, misal üçün deyək ki, okay, burada əslində axtardığı şeylər yaxşıdır. Yaxşı, yəni bir ekspertdən soruşursunuz ki, okay, mən də bu tipdə şeylər search edərdim. Okay, bu okeydir. Aydın. Web search edirsiniz. Web search-dən qaydan nəticələrə baxırsınız və misal üçün görə bilərsiniz ki, okay, web search-dən qaydanda şeylərə baxıb model deyək ki. Nə bilim, bu popular şeylərə baxıb, amma research paperlarına baxmayıb. Aydın, misal üçün kimsə həvəskardır, nəsə yazıb, ya da ki, nə bilim, hansı bir filmdən black hole-la bağlı bir dənə şeyi götürüb və s. deyə. Qayda nəticələr əslində yaxşı deyil, ola bilər. Aydın, misal üçün burada elementary school student cracks 30 year black hole mystery. Okay, misal üçün hansı elementary school şagirdi, doğrudur. Yazdığı məqaləni götürüb, bildiniz necə? Və ona görə də əslində bu təbii ki, pis gəlsə, bundan sonraki addımlar pis olacaq. Yəni belə addım-addım baxırsınız ki, problem hardadır deyə. Ondan sonra yenə qeyd edirsiniz. Deyirsiniz ki, promptum budur. Deməli, problemlər harda ola bilər? Yəni Excel faylı ya da ki, bu biraz mürəkkəbdir, bunun Excel faylı, dəftər qələm çətin olar. Şey deyirsiniz, Excel faylı və s. İndi nə istəyirsinizsə də hazırlayırsınız.
Və orada qeyd edirsiniz ki, okay, search terms. Problem harda ola bilər? Burada ola bilər. Doğrudan mən o 20 dənə 30 dənə sample'ımı götürdüm. Və okay, burada search terms yaxşı idi, burada yaxşı idi, burada çox yaxşı deyil. Search results burada bunlar pisdir, burada bunlar pisdir. Və görürsünüz ki, okay, adətən olan səhvlərin görürük ki, çox böyük bir əksəriyyəti 45%-i search results-a görədir. Aydındır. Və artıq bu sizə nəyə imkan verir? Baxırsınız ki, mən hansı hissəni yaxşılaşdıra bilərəm? Search results-ı yaxşılaşdıra bilərsiniz ki, model harda səhv edir. Yəni mən bu hissəni düzəltsəm, çox daha yaxşı bir nəticə əldə edə bilərəm. Doğrudur. Hansı hissəyə fokuslanacağınızı sizə tapmağa imkan verir. Yenə bu ümumiyyətlə o tracelərə baxmaq önəmlidir, başa düşmək önəmlidir. Error analizi aparırsınız ki, hansı komponent pis perform elədi. Və ümumiyyətlə bu bir pis perform edirsə, ümumiyyətlə buna görə də pis output-a gətirib çıxdınız. Yəni addan-addan baxırsınız ki, necə nəticə qaytardı və ona görə də edirsiniz. Çünki birbaşa nəticəyə baxmaq adətən yaxşı ideya deyil. Xüsusilə böyük bir sistem qurursunuzsa. Çünki bu inputdan output-a kimi 50 dənə şey baş verdi. Doğrudur. Bu belə gözü bağlı, okuyacağım bu promptu yaxşılaşdırın, bunu edin falan, yox. Çox yaxşı deyil. Bəlkə bu kifayət qədər yaxşıdır, bəlkə hər şey yaxşıdır, bəlkə benim körlüyəm. Bu sonsuz bunun sonra hamısı pis olacaq da. Yəni bu tipdə error analizi aparıb düzəltmək önəmlidir. Və error analizinin outputun hissəsində fokusunuzu hara verəcəyinizi bilirsiniz. Aydındır. Yəni burada biraz da misallar var. Bunlar biraz üzdən keçmək istəyirəm, artıq yoruldum. Deməli, harda pisdən sevirsə ona baxırsınız. Okay, yəni misal üçün bu bəlkə məsələdə, bu invoice-larda baxırsınız ki, okay, yeni əmizə bir sistem var, tracelər var. Görürsünüz ki, okay, edən səhvlərin 15%-i PDF to text-dir, o OCR sistemi. Az ki, yaxşılaşdıra bilər indi data analist olaraq, bəlkə pisdir. 87%-i buradadır. Bu arada yenə şeydə, fikir versə 100% deyil toplanma, çünki deyil də. Adım unuttum, o nə deyirlər, ikisi ekskluziv deyil, yəni ikisi də eyni anda baş verə bilər. Biri baş verən digər baş verməyəcək demək deyil. Bu da pis ola bilər. Plus ki, bu səhv ola, bu da səhv ola bilər. Aydındır. Yəni ki, 100% olmalı deyil buradakı nəticələr. Və misal üçün burada baxırsınız, hardadır səhvlər. Ondan sonra da yavaş-yavaş inkişaf etdirirsiniz. Okay. Bu PDF to text qaytarır, amma ki, əldən yaxşı ekstrakt eləmir deyə. Aydındır. Ondan sonra da yenə sisteminizi biraz yaxşılaşdıra bilərsiniz. Yenə bu başqa misaldır. Bir də ki, bu başqa dediyim evaluationlar o sistem level idi. Doğrudur. Bir də ki, nə vardı bizdə? Component level evaluationlar var idi. Component level, açıq component level mən daha çox fokus verirəm. Çünki sistem level biraz daha şeydir. Ümumiyyətlə sistem leveldə hazırlayırsınız, amma belə component level olduqca önəmlidir. Daha yaxşı başa düşmək üçün və daha yaxşı debug etmək üçün. Component leveldə nədir? Okay, evaluation hazırlayırsınız buradakı hissə üçün. Yaxşı. Misal üçün görürsünüz ki, baxırsınız ki, model belə end-to-end baxdınız. Doğrudur. Görürsünüz ki, model aytan səhvləri burada edir. Misal üçün, bura üçün bir evaluation set hazırlayacaqsınız. Ya da ki, burada səhvlərdir, bura üçün bir evaluation set hazırlayacaqsınız və yavaş-yavaş onu da fine-tune etməyə başlayırsınız. Bildiniz? Çünki dediyim kimi, bunlar deyil, dəyişir və sizə lazımdır, adı nədir? Sistemi dəyişdirə bilərsiniz, elləmi dəyişdirə bilərsiniz, promptu dəyişdirə bilərsiniz və orada səhv edirsə, bir evaluation set hazırlayırsınız ki, okay, mən nəyəsə dəyişdirdim, gəlin tez run edək, görək necə bir nəticə qaytarır deyə. Məsələn, yenə bizim işdə də bunu tez şəkildə edirik. Mən aytan sistemi hər dəfə dəyişdirəndə evaluation pipeline run edirəm və görürəm ki, performans necə dəyişdi deyə və etdiyim şey ümumiyyətlə kömək etdimi deyə, yoxsa etmədimi deyə baxıram. Orada sadəcə hazır set hazırlamışıq, onun üzərində gedir. Create a list of gold standard web resources, write code that calculates how many results correspond to gold standard. Okay, bu məsəl üçün burada götürürsünüz, web search-la bağlı hazırlayırsınız, gold standartlar, F1 score və s. nəsə hazırlayırsınız və baxırsınız ki, nə qədər yaxşı nəticə qaytardı deyə. Okay, ümumiyyətlə bu component level daha aydın siqnal olur. Məncə kifayət qədər aydındır, nəyə görə daha aydın deyə və daha optimize şeylər tapa bilirsiniz. Belə həmin problemə fokuslana bilirsiniz. Çünki dediyim kimi, belə birbaşa input, output-a baxıb debug etmək daha çətindir. Çünki problem orada olmamış ola bilər. Ümumiyyətlə nə performansa yaxşı kömək elədi və s. tutmaq çətindir. Component level item daha yaxşıdır. End-to-end baxın, sonra component-ə keçin, belə tövsiyə edirəm. Improving non-LLM component performance. Okay, ondan sonra siz şərtdəyik ki, burada deyəndə ancaq LLM based şeylərin performansına baxmırsınız. Digər sitələrdə web search ola bilər,
text retrieval ola bilər, code execution ola bilər, ya da ki ortada bir dənə başqa OCR-dan istifadə etdik bayaqları. Doğrudur, speech recognition ola bilər, people detection ola bilər. Problem bunlarda da ola bilər. Yaxşı? Yəni ki, onların da performansına baxmalısınız ki, ancaq eləmə baxmırsınız. Bunlar necə qaytarır deyə. Və bunları götürüb bu həmin hyperparametrləri tune edirsiniz. Məsələn, web search-un şeyə baxa bilərsiniz. Change similarity threshold, chunk size dəyişdirərsiniz RAG-da. ML modellərdə detection threshold dəyişdirərsiniz. Number of results-ı dəyişdirərsiniz. Yox, 5-dən ötürür, 50-dən ötürsün. Hansı tarixlərə baxsın və s. Ondan sonra da nəsə pis necə qaytarıbsa, həmin komponenti əvəz edirsiniz. Başqa bir dənə web search engine-dən istifadə edə. Məsəl üçün, RAG-ı dəyişdir, ya da ki, modeli dəyişdir. Bu formatda götürüb həmin komponenti əvəz edib baxa bilərsiniz ki, onun üçün yəni evaluation yaxşıdır. Çünki sisteminiz var, tez search engine dəyişdirdiniz, təzədən run ediniz ki, gəlin görək bu search engine-dən necə bir performans qaytardı deyə. Oldu. Açıq mən hələ ki kod yazmamışam search engine-dən girib araşdırma eləsin deyə, ehtiyacım olmayıb çünki işdə. Bilmirəm, search engine dəyişdirmək necə? Çünki bilmirəm, search engine eyni şey yazanda fərqli nəticələr qaytarırmı deyə. Yəni ki, qaytarır. Çünki fərqli alqoritmlardır deyə ümid edirəm, amma əmin deyiləm. Improving LLM component performance. Improve your prompts. Okay, ümumiyyətlə bu LLM based şeyləri necə inkişaf etdirirsiniz? Yəni prompt inkişaf etdirmək bilirsiniz. Önəmlidir. Bayaqlar danışırdıq. Daha explicit, few shot prompting. Ondan sonra deyim ki, əvvəlinə, sonuna və s. gətirə bilərsiniz vacib hissələri. Fərqli modellər yoxlaya bilərsiniz. Doğrudur. Ümumiyyətlə bu fərqli modelləri keçirmək önəmlidir. Bu haqda indi birazdan danışacağıq. Gözünüzün burada qeyd olunub. Okay, burada qeyd olunub danışarım. Ondan sonra daha kiçik dekompose etmək dəhşət çox kömək olur. Adətən yadda saxlayın. Ad nədir? Sizdə LLM-lər belə bir neçə iş verəndə çox da əgər bir neçə işi bir LLM-ə verirsinizsə, çox da yaxşı nəsə qaytarmaya bilər. Amma daha kiçik tasklara bölürsinüzsə, o kiçik taskları LLM-lər isə daha yaxşı nəticə əldə edir. Məsələn, o bayaqki dediyim 93%-dən 98%-ə qaldıra bilməyimin səbəbi bunu etməyim oldu. Aydındır. Hansı ki 98%-də belə şeydə problem var idi, datada problem var idi. Mənim qurduğum sistemi okeydir. Düşünürəm ki 99% belə ola bilərdi. Hansı ki 93-dən 99 etməyin çətin olduğunu bilirsiniz. Yəni görürsünüz ki, sırf bir dənə bunu etmək model performansına görə kömək ola bilər. Aydındır. Ondan sonra modeli biraz da push etmək istəyirsə, modeli fine tune edə bilərsiniz. Məsələn, deyək ki, mən tip 1 sahə üzrə işləyirəm, doğrudur. O modeli o tip sahəsi üzrə fine tune edə bilərəm. Amma bu biraz daha ən sondadır. Belə biraz da o sıxıb suyunu çıxardırsınız, o son bir neçə faiz odur. Bu biraz daha bahadır. İndi köhnə qrupun tələbələri bilir, böyük modellərdir, datanı hazırlamaqdır, odur, budur falan biraz daha şeydir. Bunun nisbətən sona saxlaya bilərsiniz büdcəniz və vaxtınız varsa, amma bu da belə o 1-2% də push etmək istəyirsinizsə, edə biləcəyiniz şeylərdən biridir. İndi burada mən LLM modelini dəyişdirmək deyəndə nə haqqında danışıram? İstəyirəm ki, bunu başa düşəsiniz. Bəzən performansı qaldırmaq üçün müxtəlif modellərə keçə bilərsiniz. Və bu əslində önəmlidir, çünki müxtəlif modellərin müxtəlif performansları var. Yaxşı, və deyirsiniz ki, ən yaxşı model ən böyük və ən sonuncu modeldir. Yox, elə deyil. Məsəl üçün, yenə iş təcrübəmdən bir misal verim. Mən kodu və hər şeyi yazdım. Cloud Sonnet 4.0-dan istifadə edirdik işdə. Amma o depreciated oldu. Artıq istifadə olunmur. Yeni versiyası 4.6-dır. Bundan əvvəl performansları yaxında bir də spesifik klass üzərində. Bundan əvvəl performansı başqa bir məsələdir bu dediyim. 91% idi deyəsən. Amma yeni modelə keçəndə 99% aşağı düşdü. Aydındır, 82%-ə düşdü performans. Baxmayaraq ki, daha yeni model. Yəni daha yeni model daha sizin məsələnizdə daha yaxşı performans göstərəcək deyə bilirsinizsə yoxdur. Yaxşı, bunları da nəzərdə saxlayın. Deməli, ümumiyyətlə qayda necədir? Əgər siz hansısa bir instructiona follow etməyini istəyirsinizsə LLM-in, artıq böyük və güclü modellərə ehtiyacınız var. Belə sadə hansısa bir suala cavab verməkdir və sadəcə kiçik modellər kifayətdir. Amma hansısa bir instructiona follow etmək üçün böyük modellərdən istifadə etməyinizi tövsiyə edirəm. Məsəl üçün, deyək ki, əlinizdə belə bir data var, doğrudur. Burada PII-lər var, o Personally Identifiable Information'lara deyirlər. Hansı ki, o şəxs haqqında məlumatlardır. Məsəl üçün, Social Security Number burada qeyd olunub, doğrudur. Bu tipli məlumatları gizlətmək istəyirsiniz. İndi bilmirəm, bu harada, Customer Call-dadır, bilmirəm, bunu harası yazacaqsınız, yoxsa nə edəcəksiniz. Buradakı məlumatları, bu PII-ləri gizlətmək istəyirsiniz. Bu tipli halda sadəcə təbii ki, edəcəyiniz isə nədir? LLM götürürsünüz, doğrudur. Və deyirsiniz ki, prompt yazırsınız ki, identify all cases of personally identifiable information in text below.
Let's identify postcode version and then redact. Okay, sadəcə hamısı əvəz edilib bununla. Separate list and redacted text with okay, redacted. Sadəcə burada redacted'ın da altına qeyd edilir. Çünki nələr əvəz olundu və s. bu formatda yaz. Doğrudur. Və balaca bir modeldən istifadə edəndə, məsələn, Llama 3.18 milyard parametr, hansı ki çox görsən, amma çox deyil təbii ki. Məndə lokalda belə model daha böyükdür deyə düşünürəm. 6 yoxsa 7 də səhv etmirəmsə. Ad nədir? Belə görəcəksiniz ki, nəsə edir, amma hər vacib məlumatı gizlətməyib. Aydındır, bəzilərini itirib və s. Amma aydın daha böyük bir modelə keçəndə, məsələn, GPT-5, burada isə artıq görəcəksiniz ki, çox verirsinizsə, bayaqki şeyi dediyimi belə edə bilməyib. Burada düzgün şəkildə qeyd edib və redacted-ın da altında bu formatda ulduzlayıb. Yaxşı. Deyim ki, böyük modellər item instruction following-də çox dəyişdiyinizi qaytarırlar. Ümumiyyətlə, əgər hansı modelin daha yaxşı olduğunu bilmək istəyirsinizsə, modellərlə işləməyinizi çox tövsiyə edirəm. Müxtəlif şeylər edə bilərsiniz. Belə tasklarda baxa bilərsiniz və s. Ən yaxşı hissəsi hardadır? Yenə bir dənə evaluation set hazırlayırsınız və müxtəlif modelləri run edirsiniz öz məsələniz üzərində. Görürsünüz ki, onsuz modeli dəyişdirmək 2 dəqiqəlik şeydir. Tez dəyişdirib baxsınız ki, hansı model necə bir performans qaytardı. Bunu əsasən ən yaxşı modeli seçə bilərsiniz. Deyim ki, çünki müxtəlif modellər müxtəlif işlərdə daha yaxşıdır. Məsələn, cloud və s. Riyazi işlərdə, məntiq işlərdə olduqca yaxşıdır. GPT ümumiyyətlə general tasklarda daha yaxşıdır. Gemini bilmirəm hələ ki, nədə daha yaxşıdır, amma belə şeydir. Bu formatda düzgün model seçə bilərsiniz özünüz üçün. Aydındır. Ümumiyyətlə yenə biraz şeydir. Experience sайтına ehtiyacınız olur. Müxtəlif modellərlə hansı halda daha yaxşı performans göstərir deyə. Ay, qutardı mı bu? Okay, son 6 slide. Ondan sonra bura qədər kiminsə bir sualı varmı? Okay, deyəsən yoxdur. Ələm. Yəni, demin burada nə qədər olmuşdu? Latency cost optimization. Okay, bu da dəhşət önəmli bir hissəsidir. Əslində, bunu deyim, latency onsuz bilirsiniz nədir? Bakıda danışmışdım. Onu observe etməkdir və s. dəhşət önəmli bir hissədir. Bakıda danışmışdıq. Bir də bizdə burada cost optimization hissəsi var. Yəni qiymət, çünki bu LLM sistemlərə doğrudan baha ola bilər. Ümumiyyətlə mənim etdiyim variant nədir və tövsiyə etdiyim variant nədir? Açıq bu dəqiqə işdə bunu edirəmmi, etmirəm. Çünki bizdə işdə deyirlər ki, istədiyin qədər büdcən var. Önəmli deyil. Yaxşı. Hətta şey deyirlər, bu bir dənə bizdə çoxlu skriptlər var, run edirəm. 24 saatdan aşağı olduğu müddətcə okeydir. Hansı ki, yazdığım skriptlərin biri 2 saatdan 12 saata çıxdı. Əslində performans biri elə qalxdı. Yəni bizdə latency cost optimization bu dəqiqə ən azından mənim halımda önəmli deyil. Hansı ki, mənim halda məntiqidir. Doğrudur, çünki tip sahəsindəyim. Mənə dəqiqlik çox daha önəmlidir. Nəinki sürət. Yaxşı. Çünki orada səhv etməyin şey baha olur. Onu bilirsiniz səbəbini. Yəni amma ki, adətən bu latency və cost optimization baxmalı olduğunuz bir şeydir. Amma birbaşa yox. Nəyi tövsiyə edirəm mən adətən bu tip hallarda? Birinci sisteminizi qurun. Yaxşı nəticəni əldə edin. Yaxşı, çünki pis cavab əldə edirsinizsə bunların aşağı olmanın bir mənası yoxdur. Birinci yaxşı nəticəni əldə edin. Ondan sonra bunları aşağı salmağa çalışın. Yəni buna fokuslanın. Məsəl üçün nə edə bilərsiniz? Deyək ki, bu research agentinizi qurdunuz. Hər şey idealdır. Yaxşı. Ondan sonra da baxırsınız ki, okey, mən indi nə etmək lazımdır? Latency-ni aşağı salmaq lazımdır. Nə deyərsiniz? Yəni individual şəkildə baxın. Çünki okey, görürsünüz ki, o overall cavab nə bilim 40 saniyəyə gəldi məsəl üçün. Doğrudur. Və deməli amma bu nəyin nə qədər vaxt almağı dəyişir. Doğrudur. Çünki müxtəlif komponentlər var. Nə edərsiniz? O müxtəlif komponentlərin nə qədər vaxt aldığını baxarsınız. O bu 7 saniyə alır ortalama deyək, bu 5 saniyə alır, 3 saniyə alır, 11 saniyə alır, 18 saniyə alır. Və buna əsasən deyirsiniz ki, okey, mən nəyi deyək? Çünki məsəl üçün bunu nə qədər artıra bilərsiniz? Okey, 1 saniyə azaltmaq overall sistemdən bunu 50% azaltsanız belə 1.5 saniyə. Doğru. Overall sistemə nə qədər çox təsir edir? Çox da deyil. Yenə azalda bilərsiniz, amma yenə də belə baxın hansı daha çox vaxt alır deyə və fikirləşin ki, okey, mən necə edə bilərəm ki, bunu sürətləndirim. Məsələn, paralelizm, bakı danışmışdıq, doğru. Onun üçün hətta intervyularda bu bir xeyli intervyuda olmuşam son zamanlarda dediyim kimi, xüsusilə bu AI agentlərlə bağlı və s. Yəni demək ki, hər intervyuda bu paralelizm nədir, necə tətbiq edə bilərsiniz və s. belə sual verirlər. Çünki önəmlidir. Bu paralelizm əlavə edib sürətləndirə bilərsiniz. Aydındır. Edə biləcəyiniz şeylərdən biri budur.
Ondan sonra isə daha kiçik modellərlə əvəz etməyi yoxlayarsınız. Çünki ən çox vaxt olan isə ATN sistemlərdə bu arada bu niyə 11 saniyə alır? Amma deyirəm. Amma şeydir, ən çox vaxt alan hissə bu LLM-lərdir. Yaxşı, LLM generate etməkdir və daha balaca modellər daha yaxşı nəticə qaytarır. Daha sürətli olurlar, daha ucuz olurlar. Gələrsiniz, daha balaca modellərlə əvəz edin. Görün ki, okey. Performans yaxşıdır da. Balaca modellə əvəz edirəm, o kız sürətləndi. Görün performans necə dəyişdi. Aydın, artıq əlinizdə evaluation var, axı sürəti gəldi yoxlaya bilərsiniz. Və cost yenə bu da önəmli bir hissədir. Çünki siz ödəniş edirsiniz. Hər bir API call üçün ödəniş edirsiniz. Per API call. LLM steps hər token üçün ödəniş edirsiniz. Yenə daha böyük modellər daha bahadır, daha kiçik modellər daha ucuzdur, bunu bilirsiniz. Compute steps serverə görə ödəniş edirsiniz. Doğrudur. O virtual cloud environmentinə görə və s. Virtual maşinlara görə. İndi və yenə bunu qeyd edə bilərsiniz ki, okey, hər tokenə görə bu qədər ödəniş edirsiniz, hər API call-a görə bu qədər və s. deyə. Və sadəcə nə edərsiniz? Yenə qısaca eyni məntiqlə əvəz eləməyə yoxlayarsınız bu komponentləri ki, okey, mən performansı qoruyaraq nəyi ucuzlaşdıra bilərəm deyə. Aydın, bu başda bəlkə çox olmaya bilər və xüsusilə istifadəçi azdırsa çox gözə çarpmaya bilər, amma istifadəçilərin sayı artdıqca nədir? Bu da əslində önəmli olmağa başlayır, çünki şeylərin qiyməti artır. Okey. İndi development process summary. Okey, axırıncı slayd. Deməli, ümumiyyətlə yenə bu development prosesi necə baş verir? Sistemi qurursunuz, yaxşı, amma ki sistemi qurmaq sadəcə sistemi qurmaqla bitmirsiniz. Yaxşı, çox analiz eləməlisiniz. Error analizi olsun, komponentlər və evaluationlar olsun, bu end-to-end olsun, outputları analiz eləmək olsun və s. Bunların hamısı edirsiniz. Biraz düzəldirsiniz, analiz edirsiniz və qabağa-arxaya gedirsiniz. Yəni birbaşa qurmursunuz bu tip sistemləri və burada olduqca çox vaxt götürürsünüz. Yaxşı, yəni bu belə proses sistemi qutarı mənə cavab qaytarsın deyil. Bilmirəm, bəlkə işlədiyiniz şirkət balacadırsa, çox təcrübələri yoxdursa və s. deyə bilər ki, o sistemi qur cavab qaytarsın. İzah da eləməlisiniz ki, nə üçün bunlara vaxt ayırmaq önəmlidir. Və bu hansı ki vaxt ayıran çox aparan bir hissədir təbii ki, amma bunlar üçün vaxt ayırıb üzərində işləməlisiniz. Bu qədər. Kimisə bir sualı varmı? Bura qədər. Yoruldum. Evet, düşünürəm ki, yoxdur. İndi növbəti edəcəyimiz hissə hardadır? Yeni qrupdan sözdə bir nəfər qoşuldu. Gəlin azca kod yazaq. Bu gün dəşə çox kod yazmayacaq, belə baxıram. Nə edək, gəlin sizdən birlikdə. Gəlin burada bir adı deyəsən package manager'da bir şey yoxlayacaq. Gəlin bunu quraşdırmayı yoxlayaq. Gələn dərsdə bir loggingdən istifadə edərik. Yaxşı, loglar. Gələn dərsdə yəqin ki, slide istifadə etməliyəm. Bir loggingdən yaxşı istifadə etməyi yoxlayarıq birlikdə. Bir də ki, başqa nəyi yoxlayaraq. Bir də ki, okey, yavaş-yavaş sistemimizi qurmağa başlayarıq. Yaxşı. Bu biraz vaxt aparır. Açsa məni yorur, amma yenə də vaxtımız olduqca eləməyə başlayaq. İndi gəlin yeni bir folder yaradaq birlikdə. Research agent. Okey, bu ad qoymaq həmişə vaxt aparır. İndi gəlirik, həmin folder açırıq, burada izah etmə olduğum bir şey olduğunu düşünmürəm. Okey, həmin folder açdıq, doğrudur. İndi isə edəcəyimiz hissə nədir burada? Hatırlayırsınız, biz şeydən istifadə edəndə, ad nədir, bu rack sistemimizi quranda nə etmişdik? Deməli, requirements faylı, pip installdan istifadə edirdik, doğrudur. Requirements.txt faylından istifadə edirdik və pytorch.toml faylından istifadə edirdik, doğrudur. Deməli, hansı ki bu okeydir, balaca sistemlərdə və s. okeydir və böyütməkdə olur, bu biraz açıq baş ağrısıdır və sistem böyüdükcə bunlar işləmək çətindir. Yəni bu Pythonda bu şey management, bu library management və s. biraz baş ağrısı ola bilər. Xüsusilə layihə böyüdükcə biraz baş ağrısı ola bilər. Yaxşı. Yenə bu bizim etdiyimiz okeydir, edə bilərsiniz. Pip requirements pyproject.toml faylı, amma ki onun özünə aid problemləri var. Misal üçün deyək ki, misal üçün orada requirementləri və s. qeyd ediniz o toml faylından və s.
Amma ki orada şeyi göstərmir. Requirement graph yoxdur. Məsəl üçün ola bilər ki, bir də kitabxana yüklüyorsunuz. Bir kitabxana başqa bir şey yükləyir, ona versiya fərqlidir. Bir kitabxanada yenə həmin kitabxana yükləyir, orada versiya fərqli ola bilər. Və sair tipli hissələri var. Ümumiyyətlə daha baş ağrısıdır orada sistem böyüdükcə. Onun üçün sizdə bu package manager kimi bir şey lazımdır. Bilmiyorum, bu package manager'ə geçti demək olar. Geniş istifadə olunanlar var. Hazırda ən çox geniş istifadə olunanlardan biri Poetry'dir. Ancaq Poetry vasitəsilə götürüb şey deyə bilərsiniz. Bu package management'i çox asanlaşdıra bilərsiniz. Yaxşı. Belə birbaşa, məsəl üçün biz Pipe Project TOML faylını atalayırsınızsa əllə yazırdıq. Dörd bu kitabxanada istifadə edilmişəm versiyası budur və s. O işinizi biraz asanlaşdırır. Həm bu tərəfdən yaxşıdır, həm də ki, virtual environment və s. yaratmağı da özü handle edir. Yəni onunla bağlı çox baş ağrıtmazda da gələcək. Hatırlayırsınız biz özümüz əllə yaradırdıq, doğrudur. Poetry vasitəsilə handle etmək olur onda. İndi gəl nə edək? Gəl main.py faylı yaradaq. İndi gələn dərs üçün bir dənə sadəcə login-lə işləyəcəyik. Çünki keçən dəfə yazmışdıq login, amma belə baxıram biraz özümdə izah etsəm daha yaxşı olar. Bir də ki, şeydən istifadə edəcəyik. Bu terminalı yandıraq. Poetry'dən istifadə edəcəyik. Yaxşı. Məndə artıq var. Sadəcə siz pip install Poetry'dən zəhmət olmasa. Bu kitabxananı import edin. Okey. Deməli, bunu etdikdən sonra isə növbəti isə harda olacaq? Deyim ki, Poetry artıq yüklənib deyə düşünürəm. Ondan sonra isə gələcəm bura Poetry init yazacağam, initialize kimi. Və belə gələcək bizim üçün TOML faylını yaradacaq. Yaxşı. Package name nə ad veririk? Yəni adını qoyaq resource agents. Versiya, bu versiya, reverse facts yaza bilərsiniz. Bizim başlanğıcımızda, başlanğıc üçün okeydir. Description, description yaza bilərsiniz ki, nə edirsiniz deyə. Agents will help us to write papers. Misal üçün, indi belə özümə daha yaxşı ola bilər, amma eybi yox. Author bunu yaradan kimdir və s. Misal üçün, olsun Rüstəm Alazadə. E-mailimi də falan da yazmaq olur, hələ ki, önəmli deyil. License, hansı license-dan onu hələ ki keçirəm. Hansı Python versiyası, elə bu Python versiyasından istifadə etmək istəyirəm. Və balaca olsun 3.13-dən. Would you like to define your main dependencies interactively? Yes, interactive olsun. Okey, hələ ki kitabxanaları və s. keçirəm, onu əlavə edəcəm. Hələ enter-ə basa-basa keçirəm burada. Yes, generate elə. Və mən üçün gəldi TOML faylını yaratdı. Fikir verirsə, bu formatda artıq faylımız yarandı və dediyim kimi bu dependencies hələ ki boşdur. Yaxşı, indi əlavə edəcək yavaş-yavaş dependencyləri də buraya. Amma name yazdı, versiyanı yazdı, description yazdı və bu formatda readme faylını və s. buraya əlavə edə bilərəm. Yəni bu sadəcə text faylıdır. Yəni bunu əllə də əlavə etmək olur. Hansı ki, keçən dəfə əllə əlavə etmişdim. Yəni bu işimizi çox asanlaşdırır. Yaxşı, virtual environment-də və s. bizim üçün handle edəcək. Olduqca yaxşıdır. Belə deyim, mənim də dəhşət çox hələ ki təcrübəm yoxdur. Mən də yavaş-yavaş istifadə etməyə başlamışam. Amma ki, effektivdir. Tövsiyə edirəm ki, yavaş-yavaş ən azından personal proyektlərinizi əlavə edin. İşlədiyiniz şirkətdə də yoxdursa əlavə edə bilərsiniz, tövsiyə edirəm. Yəni, tövsiyə edə bilərsiniz ki, gəl, vaxtda belə bir şey etməyə çalışaq deyə. Ondan sonra isə edəcəyimiz hissə hardadır? Bu hissəsi çətin deyil deyə düşünürəm. Gəlin, yavaş-yavaş şeyləri əlavə edək. Deməli, kitabxanaları əlavə edək. Əlavə etməyə olduqca saydədir. Nə yazırıq? Poetry add yazırsınız. Pip install yazan Poetry add yazırsınız və bu formatda sizə əlavə edə bilirsiniz. İndi adlarını qeyd etmişəm mən hansılar lazımdır, çünki əzbərdən bilmirəm hamısını. Gözüm buradan baxa yazsam. Lang graph. Long chain. Long chain. OpenAI. Python.env. Pydantic. Tabii. Bu heç yadıma düşmür bu ansada. Okey. Və bu formatda yazıram. Və avtomatik olaraq fikir versə virtual environment-i də yaratdı. Onunla bağlı çox baş atmağa da ehtiyac yoxdur. Versiyalarını da qeyd edir burada mənim üçün. Gəlirəm bura. Deməli. Və fikir versə lang graph. Və bu formatda özdə şey yazır misal üçün.
Okay, bundan böyük, bundan balaca olacaq. Python hansı versiyası lazımdır, bunu qeyd elədik. O yazdığımız kitabları bura qeyd elədi. Dependency'lər varsa, okay, burada dependency'lər və s. bu formatın özünü qeyd edib. Log fayl hazırlayır. Hansı ki bunu hazırlamamıza ehtiyac yoxdur. Bu başlıca bakdan başlıcım qədər şeydir, yəni sabit versiyadır. Ayrı bu dəyişdirilmir, yəni bu formatda olmalı deyə düşünürəm. Bak da oxuyub gəldir sitə tərəfə danışaram açıq, çünki çox vaxtım olmayıb deyə baxma. Bu faylda öz hazırlayır, virtual environment-də də öz hazırlayır. Yaxşı, bu formatda. Ondan sonra bizdə başqa nələr var idi? Hatırlayırsınız bizdə bu development environment ilə şey fərqli idi də. Production environment fərqli idi. Sizə fərqli kitabxanalar və s. lazım ola bilər. Doğrudur? Bunu edə bilərsiniz. Deyirsiniz ki, okay, yenə Poetry add edərsiniz. Amma sonra deyirsiniz ki, group dev environment üçün. Sonra deyirsiniz ki, PyTest bizə şey lazım deyil. Production bu dev environment lazımdır. RAF MyPy bu formatda. Gəlirəm. Yenə run edirəm. Versiyalarını yenə mənə qeyd edir. Və bura harasa düşməlidir deyə düşünürəm. Okay, burada fikir versə devdə olacaq əlavə bu overall ümumilər. Bu da ad nədir? Dev environment-da olacaq şeylərdir. Fikir versə çox daha səliqəlidir, çox daha rahat düzən işləmək. Mənim üçün virtual environment-i də yaratdı. Artıq çox da baş artmama ehtiyac yoxdur. Yaxşı? Bu qədər. Və bu dediyim kimi, çünki məncə artıq hiss edirsiniz bu Python-da doğrudan da bu management, bu package management onun biraz baş ağrısıdır təəssüf ki. Çox istəyirdim ki, bu biraz sadələşsəydi və s. olsaydı, bir zaman inanmıram. Və bu tipdə management şeylərini istifadə etmək sizin işinizi çox asanlaşacaq. Hansı ki, məncə yenidən istisna olunur. Bu formata ayırmağıdır, versiyalarını qeyd etməyidir, özü update etməyidir. Misal üçün, bu nə deməkdir? Bu 1.2.1 və ondan böyük versiyası və bu versiyaya qədər. Yaxşı, yəni misal üçün 2.0 olsa özü update etməyəcək bunu. Çünki belə çox böyük dəyişiklik baş verdi ayətən onda. Bu formatda qeyd edə bilər. Hətta burada daha aydın seçilir. Bu sadəcə şey deməkdir də, yenilik olanda özü avtomatik update edir, amma ki versiya ona keçir etmir misal üçün. Yaxşı, bu formatda şeylər edə bilərsiniz özünüz üçün. Bu qədər. Kimisə sualı varmı bununla bağlı? Okay, deyəsən yoxdur. Əla, ondan sonra isə sadə misal üçün print. Hey, doğrudur. Ondan sonra sadəcə şey yaza bilərsiniz. Poetry run python main.py. Niyə işləmədi? Bilmirəm. Okay, bu formatı save etmiyorsun sadəcə. Bu formatda run elədik. Bu da bizə nəticəni qaytardı. Aydın və bunun virtual environment-də run edir. Yəni olduqca asandır. Üzərində işləmir. Biraz daha ağırdır. Bu arada fikir verirsə versiyanı avtomatik keçirdi. Həmin virtual environment-də olduğum üçün və götürüb üzərində işləyə bilirəm. Oldu. İndi gələn dərs biraz logging üzərində işləyərik bir işdə. Ondan sonra da sadə Jevin sistem qurum. Bu haqda fikirləşməliyəm. Çünki Landgraph-la bağlı çox experience-im yoxdur mənim də. Sadə bir research agent əlavə edəcəyik. Return research etməlidir. Evaluation-dır, odur, budur falan. İndi baxarıq, indi bilmirəm necə edə bilərik deyə. Açıq deyim ki, bu işlərim ayətən çox olur və bunları hazırlamaq üçün vaxt alır. Nə yalan deyim. Ona görə də vaxtım olduqca yavaş-yavaş bunları da edəcəyik. Bugünlük bu qədər. Kimisə bir sualı varmı? Bugünkü dərslə bağlı olaraq. Okay, yəni düşünürəm ki, yoxdur. Evet, sağ ol.